Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə yeni bir bölməyə başlayırıq. Cümlə üzvləri bölməsidir bu. Baş üzvlər haqqında danışacağıq bugün, mübtəda və xəbər haqqında. İlk öncə cümlə nədir, cümlə üzvləri nədir? Bunlar haqqında danışaq, sonra isə digərləri haqqında danışarıq. Cümlə nədir? Bitmiş fikri ifadə edən söz və ya söz birləşməsinə cümlə deyilir. Cümlə sözlərin və söz birləşmələrinin həm məna, həm də qrammatik baxımdan əlaqələnməsi nəticəsində yaranır. Cümlə insanlar arasında fikir mübadiləsinin əsas vasitəsidir. Cümlənin qrammatik əsası və ya intonasiya bitkinliyi olur. Mübtəda və xəbər cümlənin baş üzvləridir, qrammatik əsasıdır. Mübtəda və xəbərin bir başqa adı qrammatik əsas adlanır. Bunu yadda saxlayın. Qrammatik əsası yalnız xəbərdən, yaxud yalnız mübtədadan da ibarət ola bilər. Sizə gətirib sual sala bilərlər ki, yalnız qrammatik əsasdan ibarət olan cümləni tapın. Yəni, yalnız mübtəda və xəbərdən ibarət olan cümləni və ya yalnız mübtədadan və ya yalnız xəbərdən ibarət olan cümləni istəyə bilər bizdən. Cümlə bir sözdən də ibarət ola bilər. Gecdir, məsələn, gecdir. Nədir? Gecdir. Bir cümlə bir sözdən ibarət ola bilər. Cümlə dediyimiz kimi bir sözdən ibarət ola bilər. Cümlələr quruluşsa sadə və mürəkkəb olurlar. Sadə cümlənin bir qrammatik əsası olur, yəni sadə cümlənin bir mübtəda, bir xəbəri olur. Arasında tamamlığı, zərfliyi, nə bilim, təyini, hamısından bir 5-5 ola bilər, 10-10 ola bilər. Amma bu cümlənin bir mübtədası, bir xəbəri varsa, bu cümlə sadə cümlə adlanır. Mürəkkəb cümlənin isə 2 və daha artıq qrammatik əsası olur. Yəni 2 ən azı 2 mübtəda xəbər olmalıdır. Bunlar haqqında geniş danışarıq. Cümlə üzvləri haqqında danışaq. Bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olan və müəyyən bir sintaktik suala cavab verən, müstəqil məna ifadə edən söz və söz birləşmələrinə cümlə üzvləri deyilir. Cümlə üzvləri 2 yerə bölünür. Bir var baş üzvlər, bir də var ikinci dərəcəli üzvlər. Baş üzvlər hansılardır? Mübtəda, xəbər. İkinci dərəcəli üzvlərimiz hansılardır? Təyin, tamamlıq və zərflik. Zərf yox, zərflik. Bunu da buradan vurğulayırıq. Sonrasında cümlə üzvləri ona görə baş və ikinci dərəcəli üzvlərə ayrılır ki, onların hamısı cümlə üçün eyni yaradıcı xüsusiyyətə malik deyillər. Niyə parçalanırlar dedik ki, baş üzvlər və ikinci dərəcəli üzvlərə cümlə üçün eyni yaradıcı xüsusiyyətə malik deyillər. Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir. İkinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif cəhətdən izah edir. Yəni, əsas aparıcılar mübtəda xəbərimizdir. Yerdə qalan təyin, tamamlıq, zərfliyimiz isə onları izah edənlərimizdir. Biz həmişə keçən il bunu bir başqa üsulla deyirdik. Uşaqların yadına gələr bu. Sonrasında belə deyək qalanları. Cümlənin tərkibində işlənən hər söz cümlə üzvü olmur. Bunu bir diqqətə gətirək. Cümlə tərkibində işlənən hər söz cümlə üzvü ola bilməz. Hər hansı söz cümlə üzvü ola bilmək üçün ilk növbədə müstəqil leksik mənaya malik olmalıdır. Biz buradan hansı nəticəyə gəlib çıxırıq? Deməli, köməkçilik qissələri müstəqil şəkildə cümlə üzvü vəzifəsində çıxış edə bilməzlər. Lakin bunlardan demişdik ki, bəziləri necə ki təhlil olunduğu zaman, onları izah etdiyimiz zaman demişik. Təhlil olunduğu zaman işlədildikləri sözlə bir yerdə sintaktik təhlilə cəlb olunurlar. Bu da qoşmalar idi ki, məsələn, sənin kimi kitab oxuyur. Kitab oxuyur. Nə edir? Oxuyur. Nəyi? Kitabı. Nə tərzdə? Sənin kimi. Burada artıq kimi qoşması sənin sözünə birləşərək bir yerdə sintaktik təhlil olundu. Ayrılıqda ancaq kimi sözünə sual vermək mümkün deyil. Bunu da buradan dedik. Sonrasında sintaktik vahid olaraq bəzi sözlərimiz var ki, sintaktik təhlilə cəlb olunmurlar. Bunlar nələrdir? Xitablar, ara sözlər. Bunlar nədir? Xitab hamısı haqqında qısa bir məlumat verim. Xitab nədir? Müraciət bildirən sözlərdir. Məsələn, deyirəm ki, Cahid, dərsi öyrən. Burada artıq mən Cahidə xitab etdim.
Onda bu adlanır xitab və təhlil olunduğu zaman cahid sözü sintaktik təhlilə yəni sintaktik təhlilin içində götürülməyəcək. Amma desə ki, sintaktik vahiddir, hə, cümlənin bir tərkibidir. Vahid deyəndə, yəni cümlə tərkibindədir demək. Cümlənin tərkibindədir. Amma cümlə üzvü olaraq mübtəda, xəbər, təyin, tamamlıq və zərflik olaraq biz o sözü götürə bilmərik. Ara sözlər nədir? Ara sözləri biz modal sözləri keçdiyimiz zaman qısa bir məlumat demişdim bu barədə ki, ara sözlər modal sözlərin morfologiya bölməsindədir. Ara sözlər isə sintaksis bölməsindədir. Yəni demək olar ki, eyni olan sözlərdir. Sadəcə bir neçələri fərqlər var ki, ara sözlərdə daha çoxluqda ola bilər. Yəni budur. Yəni modal sözlər bu adına modal sözdən fikirləşin ki, bu zaman təhlilə cəlb olunmur. Sonrasında bəzən müstəqil leksik, qrammatik mənaya malik olan sözlərdə cümlə üzvü ola bilmir. Bu o zaman baş verir ki, nələrdir? Ya söz birləşməsinin tərkibində gəlib, ya ən çox söz birləşməsinin tərkibində gəlirsə, o zaman biz bunları müstəqil formada götürə bilmərik. İndi isə nə deyim? Cümlə üzvləri quruluşsa sadə və mürəkkəb olacaq. Biz onların düzəltmə versiyasını görə bilmərik. Sadə deyəndə bir sözdən ibarət olanı götürəcəyik. Amma mürəkkəb deyəndə söz birləşməsi halında olanı götürəcəyik. Deməli, yaxşı. Keçək indi baş üzvlərə, mübtədadan başlayaq. Baş üzvlərin birincisi olan mübtədadan başlayaq. Mübtəda. Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Mübtəda cümlədəki fikrin predmeti, fikir özlüdür. Qrammatik cəhətdən ən müstəqil cümlə üzvüdür. Heç bir cümlə üzvünə tabe olmur. Mübtəda ən müstəqil cümlə üzvüdür. O, heç bir cümlə üzvündən asılı deyil. Heç bir cümlə üzvünə tabe olmur. Amma digərləri mübtədaya tabedir. Belə düşünün. Sonrasında mübtəda kim, nə və hara suallarına cavab verir. Məsələn, Əli oxuyur. Nə edir? Oxuyur. Kim? Əli. Burada Əli kim sualına cavab verdi? Deməli, hansı vəzifədədir? Mübtəda vəzifəsindədir. Buradan bunu deyim. Mübtədanın şərti işarəsi tək bir düz xəttir. Sxemlərlə işlədiyimiz zaman bunlara diqqət yetirək. Mübtəda yalnız ismin adlı halında olan söz və söz birləşmələri ilə ifadə olunur. Digər halları ilə yox, yalnız adlı halında olan söz və söz birləşmələri ilə işlənir. Quruluşsa sadə və mürəkkəb olur. Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə, söz birləşmələri ilə ifadə olunan və mürəkkəb adlarla ifadə olunan mübtədalar isə quruluşsa mürəkkəb olur. Məsələn, bir də sadəsini dedik onsuz. Əli oxuyur. Əli ismi ilə ifadə olunub, oldu nə? Sadə. İndi isə biraz mürəkkəbini deyək. Məktəb həyəti gül çiçəklə bəzənmişdi. Nə etmişdi? Bəzənmişdi. Hara? Məktəb həyəti. Gördünüz, məktəb həyəti birləşmələr söz birləşməsindən yadımızdadır ki, məktəb həyəti ifadəsi ikinci növ təyini söz birləşməsidir. Və bir yerdə parçalanmayaraq, demişik parçalanmır, parçalanmayaraq mübtədanın ifadə vasitəsi rolundadır. Bizə sual düşsə ki, mübtəda quruluşsa necədir? Mürəkkəbdir. Çünki iki sözlə ifadə olunub. Bəs yaxşı, bizə sual versələr ki, mübtədanın ifadə vasitəsi quruluşsa necədir? İfadə vasitəsi nədir? Söz birləşməsi. Və söz birləşməsində demişdik ki, iki sözdən ibarətdirsə sadədir. Əgər bizdən ifadə vasitəsini, yəni söz birləşməsini soruşsa, quruluşsa sadədir hal-hazırda. Amma mübtədanın özünü soruşsa ki, quruluşsa necədir? O zaman mürəkkəbdir. Bunu qarışdırmayaq. Sonra mübtəda o, bu əvəzlikləri ilə ifadə olunduqda onlardan sonra vergül qoyulur. Məsələn, bu
Aminin kitabıdır. Nədir? Aminin kitabıdır. Nə bu? Gördüyünüz kimi bu sözü biz əvəzlikdən də keçmişik. Nə sualına cavab verdi və özündən sonra amin isim gəldiyi üçün avtomatik vergül qoyulacaq. Sonrasında o budan sonra demişik ki, əvəzlik, feilcələrsə və köməkçi nitq hissələrindən modal sözündən nidadan başqa digərləri gələrsə vergül qoyulmur. Bunları da məncə yadda saxlamışıq. Çünki keçdiyimiz bölmələrdir. Sonrasında mübtəda tabellik əlaqəsi baxımından yalnız xəbər və təyinlə sintaktik əlaqədə olur. Bunu qayda olaraq yadda saxlayın. Yalnız tabellik baxımından yalnız xəbər və təyin ilə əlaqədə olur. Bunu qeyd edirik. Sonra və hər ikisində də yalnız əsas tərəf kimi çıxış eləyir. Necə çıxış eləyir? Əsas tərəf kimi. Bunu biz sintaktik əlaqələrə keçəndə daha yaxşı öyrənəcəyik. Sonrasında mübtədaya aid hökm və hərəkət xəbərdə öz əksini tapır. Mübtəda hansı şəxsdə olarsa, xəbər də onunla həmin şəxsin təkinə və ya cəminə görə uyğunlaşaraq şəxs və ya xəbərli şəkilsi qəbul edir. Yəni, mən gəldim deyə bilərəm də, mən gəldik deyə bilmərəm ki. Yəni, mübtəda neçənci şəxsdədirsə, xəbər də o şəxsdə olmalıdır. Bir-birindən uzlaşmalıdır. Sonra, mübtəda cümlədə iş görəni və ya haqqında danışılanı bildirir. Mübtəda şəxs bildirməklə yanaşı, bütün digər canlı və cansız varlıqları, mücərrəd anlayışları da ifadə edir. Onsuz da bunu demişik də. Məsələn, deyirəm ki, kitablar faydalıdır. Necədir faydalıdır? Nə kitablar? Bu formada oldu. Sonra, mübtəda əsas nitq hissələri ilə söz birləşmələri ilə ifadə olunurlar. Mübtədanın əsas ifadə vasitələri isimdir, şəxs və qeyri-müəyyən əvəzliklərdir. Bir də ismi birləşmələr məstərlərdir. Nələrdir əsas ifadə vasitələri? İsim, sonra ismi birləşmə, sonra məstər, bir də şəxs və qeyri-müəyyən əvəzlik, şəxs əvəzlikləri və qeyri-müəyyən əvəzliklərdir. Əsas ifadə vasitələri. Yadda saxlayın bunu. Amma təbii ki, mübtədanın sifətlə ifadə olunan versiyası da var, əvəzliklə olunan versiyası sayla da, feili sifətlə də, zərflə də, feili birləşməklə də ifadə olunan vasitələri var. Sadəcə olaraq ən çox bunlarla ifadə olunur. Hamısına aid misal çəkəcəyik. Sonrasında mübtəda cümlədə hər zaman subyekt kimi çıxış edir. Yəni işi icra edən insan kimi çıxış edir. Məsələn, məktub yazıldı. Məktub nə etdi? Yazıldı. Nə məktub? Burada artıq məktub gördüyünüz kimi işi icra edən formasında götürüləcək. Yox, məktub burada olmur elə. Bir dənə gözləyim, bunu qeyd edeyim mən. Məktub yazıldı. Nə etdi? Yazıldı. Nə? Məktub. Burada cümləsində məktub sözü cümlənin mübtədası olsa da subyektdir. Yəni işi icra edən deyil. İcra edən deyil. Çünki məchul növ feillərlə obyekt subyektin yerinə keçir. Cümlədə mübtəda olur, subyekt ola bilmir. Burada yəni hər şey məchul növdən asılıdır. Sonrasında indi isə biz sizlə mübtədanın əsas ifadə vasitələri haqqında danışaq. İsim kimi ifadə olunmasını. Məsələn, maşın həyətdədir. Haradadır? Həyətdədir. Nə? Maşın. Nə sualına cavab verdi? Oldu mübtədam. Bəs yaxşı, maşın ifadə vasitəsi deyəndə artıq nitq hissəsi cəhətdən gedib çıxırıq. Maşın nitq hissəsi olaraq nədir? İsim. Deməli, mübtədanın ifadə vasitəsi isimdir. Sonra deyirəm ki, qoca danışdı. Nə etdi? Danışdı. Kim? Qoca.
Burada qoca sözü kim sualına cavab verdi və mübtəda oldu. Bəs yaxşı, qoca nitq hissəsi olaraq nədir? Necə qoca olaraqdan sifət oldu. Deməli, mübtədanın ifadə vasitəsi sifətdir. Sonrasında deyirəm ki, oxumaq ə, oxumaq vacibdir. Nədir? Vacibdir. Nə oxumaq? Nə sualına cavab verdi? Oxumaq sözü oldu mübtəda. Bəs yaxşı, mübtəda nə ilə ifadə olundu? Maq, mək şəkilçisini görərək deyirəm ki, məstərlə ifadə olundu. Sonrasında zərflə ifadə, əvəzliklə eləyək. Əvəzliklə. O gəldi. Nə etdi? Gəldi. Kim? O. O əvəzlikdir. Deməli, mübtədanın ifadə vasitəsi nədir burada? Əvəzlik. Sonra hamısını deyək. Sayla. Onuncular qalib oldular. Qalib gəldilər. Nə etdilər? Qalib gəldilər. Kim? Onuncular. Onuncular sözü kim sualına cavab verir? Mübtəda oldu. İfadə vasitəsi isə onuncu sözü saydır. Deməli, mübtədanın ifadə vasitəsi say oldu. Sonrasında çalışanlar uğur qazanır. Nə edir? Nə edir? Bir dənə. Aha. Çalışanlar uğur qazanır. Nə edir? Uğur qazanır. Kim? Çalışanlar. Burada an ən şəkilçisinə baxaraq deyirik ki, bu fe'li sifətdir. Deməli, mübtəda nə ilə ifadə olundu? Fe'li sifətlə. Fe'li sifət tərkibi yox ha, fe'li sifətlə. Çünki testdə bunu vurğulayırlar. Sonrasında bayaq ismi birləşmə onsuz demişdik, bir də deyək. Məktəb həyəti. Məktəb həyəti gözəldir. Ya həyatı olsun. Məktəb həyatı gözəldir. Necədir? Gözəldir. Nə? Məktəb həyatı. Gördüyünüz kimi, məktəb həyatı ifadəsi ismi birləşmədir, ikinci növdür və mübtədanın ifadə vasitəsi nə olacaq? İsmi birləşmə. Testdə sizə bunu ikinci növ təyin söz birləşməsi kimi verməyəcəklər. İsmi birləşmə adı altında verəcəklər. Sonrasında zərf kimi yuxarılar yuxarılar danışdı. Yəni, yuxarıdakı vəzifə insan mənasında nə etdi? Danışdı. Kim? Yuxarılar. Yuxarı sözü zərfdir. Deməli, mübtəda nə ilə ifadə olundu? Zərflə. Sonrasında fe'li birləşmə kimi. Dərsə hazır gələnlər gedə bilərlər. Nə edərlər? Gedə bilərlər. Kim? Dərsə hazır gələnlər. Burada görsəniz ki, an ən şəkilçisi var. Fe'li sifət özündən qabaq gələn iki söz də özünə tabe eləyib və fe'li sifət tərkibi yaradıb. Və ya buna biz sintaksisdə nə deyirik? Fe'li birləşmə deyirik. Variantda versə ki, fe'li birləşmə ilə ifadə olunub düzgündür. Versə ki, fe'li sifət tərkibindən ifadə olunub yenə də düzgündür. Çünki hər ikisi də düzgün ifadədir. Mübtədadan bu qədər.